Bakı Nefti iqtisadiyyat üçün nə qədər vacibdirsə, Banişevskinin oyunu da Sovet komandası üçün o qədər vacibdir. Harold Wilson 1964-70-ci illərdə Böyük Britaniyanın baş naziri. Azərbaycan futbolunun 110 illik tarixi ərzində hansısa dünya liderindən bu cür yüksək qiymət almış ikinci bir futbolçumuz yoxdur. O təkdir, yeganədir. O, Anatoli Banişevskidir. Banişevskilər ailəsi bəzilərinin iddia etdiyi kimi Malakan yox, yarı Polyak, yarı Bender əsillidir. Dini baxışlarına görə Çar Rusiyası dövründə təqib olunan Banişevskilər Qərbi Ukraynadan Şimali Qafqaza, Pitiqorskaya köçüb. Amma burada da çox duruş gətirməyərək 1928-ci ildə Neft səltənəti Bakıya gəliblər. 4 uşaqlı ailənin son beşiyi olan Anatoli Banişevski 1946-cı ilin 23 fevralında Bakının indiki Nəsimi bazarı həndəvərindəki məhəllələrdən birində anadan olub. Respublika stadionu evlərinə yaxın olduğundan Tolik və məhəllə uşaqları bu nəhəng arenada keçirilən bir yarışı tədbiri belə buraxmazdı. Kimin ağlına gələrdi ki, Sovet milisinin gözündən yayınaraq stadionun hasarındakı dəlmə-deşikdən birtəhər içəri soxulan, qızılı rəngli, qıvrımsaç oğlan tezliklə o stadionun Allahına çevriləcək. Yeniyetmə Banişevski o vaxt həm də işləyirdi. İkinci dərəcəli çilingər santexnik. Ehtiyac, arıq, çəlimsiz Toliki 15 yaşından ailəsinə pul qazandırmaq məcburiyyətinə qoymuşdu. Çilingər santexnik oğlanın futbolçu istedadını isə Azərbaycan futbolunun başqa bir əfsanəsi Ələkbər Məmmədov kəşf edir. Neftçinin o vaxtki baş məşqçisi Boris Arkadyevi uzun xahiş minnətdən sonra Lokomotiv cəmiyyətinin uşaqlarının oyununa baxmağa aparır. Məmmədov öz xatirələrində yazır. Soyuq bir gün idi. Belə havada Neftçinin Moskvadan gəlmiş baş məşqçisi Boris Arkadyevi qaldığı Cənub mehmanxanasından çıxarmaq asan iş değildi. Arkadyev çox içən olmasa da isinmək üçün bir kəmşirin şərab götürdüm və yollandıq Razin stadionuna, Lokomotivin uşaqlarının oyununa baxmağa. Arkadyev Tolikə 15-20 dəqiqə baxdı və qərarını verdi. Bu ki, əsl futbol tapıntısıdır. Gələcəyinə söz ola bilməz. Qəribə bağlılıqdır. İsinmək üçün şərab içmiş qoca Arkadyev bənzərsiz bir istedadın üzünə böyük futbolun qapısını açdı. Həmin bənzərsiz istedadsa bir neçə il sonra məhz həmin şərabın güdazına gələrək karyerasını, elə həyatını da zərbə altında qoydu. Necə deyərlər, şərab onu seçdiyi kimi o da şərabı seçdi. Bu haqda bir qədər sonra beləliklə ikinci dərəcəli çilingər santexnik birinci dərəcəli futbolçuya, Azərbaycanın sevimlisinə çevrilməyə başlayır. Banişevski Neftçinin əvəzedici heyətində Yuri Kuznetsovla Adamas Qalades məşq keçirdi. Komanda yoldaşı mərhum Vladimir Buruxtinin xatirələrindən. Hər gün Kuznetsovla Qalades saatlarla onunla işləyirdi. Biri sağdan, biri soldan top atırdı. Tolik yalnız sol ayaqla zərbə vurmalı idi. Bir müddət sonra qəribə iş baş verdi. Banişevski dönüb oldu solaxay. Kazbek Toyev də yaddaşını qurdalayır. Başla oynamağı zəif idi. Kuznetsov məşqlərdə müxtəlif cinahlardan gah ayağı ilə ötürürdü, gah da əli ilə lap çətin və hündür toplar atırdı. Tolya topu hansı hündürlükdə uçmasından asılı olmayaraq başla qapıya yönəltməli idi. Məşqlərdən sonra ağlayırdı ki, başım zoqquldayır. Banişevski məhz bu əziyyətin və təbii ki istedadının sayəsində Azərbaycan futbolunun əfsanəsinə çevrilir. Yəqin çoxu bilmir ki, o SSR çempionatında oynamağa Banişevski kimi yox, Valentin Kabanov ad soyadı ilə başlayıb. Bəli, düz eşitdiniz, Valentin Kabanov. 1963-cü ildə Ələkbər Məmmədov Neftçinin baş məşqçisi olduqda sevimli tapıntısı Banişevskini əvəzedicilərin çempionatında oynatmağa qərar verir. Amma Sovet qanunlarına görə yaşı 18-ə çatmamış, orqanizmi hələ tam bərkiməmiş idmançı peşəkarlar, o dövrün dili ilə desək, ustalar arasında yarışda oynaya bilməzdi. Belə də Ələkbər Məmmədov belə demək olarsa, xoş niyyətli saxtakarlıq edir. Neftçi azarkeşlərinin sevgisini qazanmaqda olan 17 yaşlı Banişevskini mövsümdən əvvəl Moskvada təsdiqlənmiş sifariş ərizəsində adı olan Kabanov kimi əvəzedicilərin çempionatında meydana buraxır. Banişevski Kabanov rolunu mövsümün sonuna dək uğurla oynayır və bu sirrin üstü açılmır. Əks halda Ələkbər Məmmədovu nələr gözləyərdi? Bir il sonra 18 yaşını tamamladıqda isə Kabanov çevrilir olur Anatoli Banişevski. 1964-cü ildə Minsk Dinamosu ilə oyunda Ələkbər Məmmədov ilk dəfə Banişevskini Neftçinin əsas heyətində meydana buraxır. Bu görüşdə Neftçi 0-2 hesabı ilə udzur.
Növbəti maçda isə Banişevski Moskvanın CSKA komandasının qapısına yol tapmaqla Neftçidə ilk qolunu vurur. Beləcə, yalnız Neftçiyə bağlı olan enişli, yoxuşlu, sevincli, kədərli 15 illik peşəkar karyera başlayır. Bütün Azərbaycan onun başına and içirdi. Başda baş idi ha, sözün əsl mənasında. Ala futbol elmdir ve o sənin şahmat deyil. Futbola ayaqla yox, başla oynamaq lazımdır. Ara 35 metreden başla gol vurma olan. Gördün Banişevski'dir. Ya ona sözüm yoxdur. Bir də sən futbol nə başa düşürsən hə? Fazil müəllim, mən ölüm. Dünyanın ən məşhur futbolçusu kimdir? Banişevski. Millərdə pisdir. Hər yerdə müzakirə edilən o məşhur qol deyilənə görə başla 25-30 metrdən Braziliya yığmasının əfsanəvi qalkiperi Manganın qapısına vurulub. 1965-ci ilin 21 noyabrında məşhur Maracana stadionunda 123 min azarkeşin göz önündə. A csatásor 4 tagja pedig Metreveli, Banishevski, Malafeyev és Popáyev. Əfsus ki, 2-2 hesabı ilə bitən həmin oyundan yalnız Banişevskinin vurduğu qolun görüntüsü itbat olub. Qolun görüntüsü qalmasa da Banişevski tarixdə qaldı. Braziliyaya qol vuran ilk Sovet futbolçusu kimi. Özü də vurtut 19 yaşında. 1966 Banişevskinin həyatında ən uğurlu il olur. İngiltərədə keçirilən dünya çempionatında SSR yığmasının əsas figurlarından biri də 20 yaşlı Bakılı hücumçu idi. Banişevski mundialın sürpriz komandalarından Şimali Kore ilə görüşdə başla qol vurur. Portuqaliyada 3-cü yer uğrunda maçda vurduğu qol isə səhvən Eduard Malafeyevin hesabına yazılır. SSR yığması 4-cü yeri tutsa da komandanın Banişevski'də daxil 11 oyuncusu bürünc medallara layiq görülür. Bu, Sovet futbol yığmasının bütün tarixi ərzində dünya çempionatlarını qazandığı ən böyük uğur idi və bu tarixi nailiyyətdə Bakılı Banişevskinin də böyük payı olur. Mundialın bağlanış mərasimində Böyük Britaniyanın o vaxtki baş naziri Wilson Banişevski haqda sujetin əvvəlində səsləndirdiyimiz məşhur sözləri deyir. Kraliça 2. Yelizaveta isə futbolçumuzun əlini sıxır. Sonralar Banişevskinin 30 illik keçmiş həyat yoldaşı İnna xanım müsahibələrindən birində demişdi ki, 1966-nın dekabrında onlar evlənəndə toylarında Böyük Britaniya kraliçasının təbrik teleqramı da oxunub. Bax, öz dövrünün belə qiymətlisi idi azarkeşlərin Banya adlandırdığı 9 nömrə. Dünya çempionatından sonra İngiltərənin Daily Mail nəşri həmyerlimizə o dövr üçün fantastik sayılacaq 150 min funt sterling qiymət qoymuşdu. Dünya şöhrətli Adidas şirkəti isə Banişevskiyə yarım milyonluq reklam müqaviləsi təklif etmişdi. Amma dövrün tələbləri başqa idi. Sovet futbolçunun imperialist ölkənin şirkəti və ya komandası ilə əməkdaşlıq etməsi nəinki onun özünə, bütün nəslinə baha oturardı. Mundialdan gətirdiyi bürünc medala daha bir bürünc Bakıda əlavə olunur. Noyabrın 30-da Moskva Spartak ilə Respublika stadionunda həlledici oyunda Banişevski sonradan məşhur teleşərhçi olacaq Vladimir Maslachenkonun qapısına 2 qol vurmaqla maçın qəhrəmanı olur. Neftçi SSR çempionatları tarixində ən böyük uğurunu imza ataraq bürünc medallara sahib çıxır. Cəmi 20 yaşında Banişevski artıq şöhrətin zirvəsində idi. Bu şöhrət isə təəssüf ki, onu həm də uçuruma aparırdı. Gənc, yaraşıqlı oğlan, bütün Azərbaycanın fəxri və ətrafında özünə dost, yoldaş bildiyi saysız adam. İçki, xüsusən də pivə onun ən zəif yeri idi. Neftçinin önünü bu Çeski pivə yıkmadı. İqrokları qovmaq lazımdır. Filmdə obrazın dili ilə deyilən bu sözlər həqiqət idi. Banişevski və dəstəsi, Buruxti, Semiglazo və digərləri idman rejimini əməl etmirdi. SSR yığmasındakı komanda yoldaşı Vladimir Panomaryov deyirdi. Banişevski Allahsızcasına siqaret çəkirdi. Ondan çox çəkən yalnız Lev Yaşin idi. İkisinə də icazə verirdilər, çünki meydanda nəyi var qoyurdular. Bəli, məhz buna görə məşqçilər Banişevskiyə bir söz demirdilər. O içib çəksə də meydanda öz işini görürdü. Üstəlik Banişevski həm xalqın, həm də yuxarıların sevimlisidir. O heyətdə olmayanda məşqçi həm stadiondakı tələbkar azarkeşə, həm də Respublika rəhbərliyinə cavab verməli idi. Bakı onu sevdiyi kimi Banişevski də Bakını sevirdi. Məhz ona görə Moskva və Kiyev klublarından dəfələrlə aldığı təkliflərə yox deyirdi. Bakı sevgisi ilə yanaşı başqa bir məsələ də vardı. Başqa yerdə məşqçilər onun nazı ilə belə oynamayacaqdı. Elə həyat da onun şıltaqlığına çox dözmədi. 1969-cu ilin yayında Bakı aeroportunda dostunu təhqir edən bir xanımla kövud davrandığı üçün SSR İdman Komitəsi Banişevski, Buruxti və Semiglazovu 2 il müddətinə böyük futboldan kənarlaşdırır, bütün fəxri adlar və titulları əllərindən alınır.
Moskva qəzetləri Neftçinin hücumçusunu ağ yuyub qara sərir. Bu Banişevskiyə böyük zərbə olur. SSR yığmasından da kənarda qalan hücumçu Meksika 70 dünya çempionatına aparılmır. Banişevski Neftçinin məğlubiyyətləri sıralanır. Azarkeş isə cəmi 3 il əvvəl SSR çempionatında meydan sulayan komandasının düşdüyü bu vəziyyətlə barışa bilmir. Yalnız Respublika rəhbərliyinə yenicə təyinat almış Heydər Əliyev işə qarışdıqdan sonra Moskva güzəştə gedir və Banişevski cəza müddəti bitməmiş futbola qayıdır. Titulları bərpa olunur. Yenidən SSR yığmasına çağırılır. Lakin 1972-ci il Avropa çempionatının finalında əfsanəvi Gerd Müllerin Almaniyasına 0-3 hesablı məğlubiyyətin çanağı Bakılı hücumçunun başında çatlayır. Almanlar sanki müharibədəki məğlubiyyətin heyfinə çıxmışdı Sovetlərdən. SSR rəhbərliyi isə bu məğlubiyyətdə yalnız 2 oyunçunu, yaxın keçmişdə bizim Bakı Interinin baş məşqçisi olmuş Ukraynalı Anatoliy Konkovu və Banişevskini günahkar bilirlər. Komanda üzvlərinə ağzından çıxanı deyən partiya nümayəndəsinə ağır cavab qaytaran qürurlu Banişevski buna görə bütün fəxri adlardan, idman dərəcələrindən məhrum edilir. Avropanın vitse çempion olmuş futbolçular qəhrəman kimi qarşılanmaq əvəzinə az qala vətən xaini elan olunurlar. Bu hadisədən sarsılan Banişevski futboldan küsür, Neftçi isə birinci dəstəyə düşür. Cəmi 27 yaşında digər komandalardan gələn təklifləri rədd edərək futboldan gedir. Bu zaman Xalq Təsərrüfatı İnstitutundan aldığı diplom dadına çatır və o ixtisası üzrə Qaradağ Neftdə ərzaq təchizatçısı vəzifəsində çalışır. İndi onun rahat yeyib içməsi, məclislərdə iştirakı üçün heç bir qadağa yox idi. Yaxşı ki 1975-ci ildə xoş niyyətli adamlar Banişevskini futbola qaytarmaq üçün stimul tapırlar. Sovet futbolunun şərəf lövhəsi olan Grigori Fedotov klubuna üzv olmaq. Bu rəmzi kluba 100 və daha çox qol vuran Sovet futbolçularının adı əbədi yazılırdı. Azərbaycandansa heç bir futbolçu buna nail olmamışdı. Beləliklə 2 illik fasilədən sonra azarkeşlərin sevilmisi yenidən yaşıl meydana dönür. Futbolsuz müddətdə yeyib içməkdən kökəlmiş Banişevski əvvəlki formada olmasa da 1976-cı ildə Neftçinin birinci dəstədə gümüş medal almasında və güclər dəstəsinə qayıtmasında pay sahiblərindən biri olur. 1978-ci ilin oktyabrı Neftçi Dnepr maçı. Yeni parlamağa başlayan İskəndər Cavadov daha əlverişli mövqedə olan Banişevskiyə verdiyi ötürmələrlə onun 2 qol vurmasına imkan yaradır. Cavadovun bu jesti sayəsində Banişevski SSR yığması və Neftçidə vurduğu qolların ümumi sayını 100-ə çatdırır və arzuladığı məşhur Fedotov klubuna Azərbaycandan düşən birinci və sonuncu futbolçu olur. Noyabrda Dinamo Moskva ilə Bakıdakı oyunda isə o böyük futbolla vidalaşır. 2, 3 il, 5 il oynaya bilərdi həmin səviyyədə. Bilmirəm, futboldan yorulmuşdu ya da incimişdi, bilmirəm. Amma həmin illər onun məşqdə olan beləsə davranışı pis hiss edir ki, o futbolu tez qutarsın. Bu kadrda Asim Xudiyev, Səməd Qurbanov, Asəf Namazov, Şakir Qəribov, İskəndər Cavadov və digərlərinin çiyinlərində Azərbaycan futbolunun əfsanəsi yola salınır. 40 minlik Respublika stadionu bir futbol dahisi, karifeyi, Neftçinin qol kralı, azarkeşlərin 15 illik sevinci ilə vidalaşır. Həm alqış, həm də göz yaşlarıyla. O göz yaşları əbəs deyildi. Həqiqətən də Azərbaycan futboluna bir daha Banişevski kimi oyunçu gəlmədi. İskəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov kimi SSR-yə səs salan futbolçularımız oldu. Amma heç biri Banişevski olmadı. Bütün karyerası Neftçiyə bağlı olan unudulmaz 9 nömrədən tarixdə qalanlara baxaq. Neftçinin heyətində 288 oyun, SSR çempionatı və kubok oyunlara daxil ümumilikdə 121 qol. SSR yığmasında 50 oyun, 19 qol. Sovet yığmasının tərkibində dünya çempionatı 66-nın bürünc, Avro 72-nin isə gümüş medalları. UEFA-nın seçimi ilə Azərbaycanda 1954-dən 2004-ə qədər 50 illiyin ən yaxşı oyuncusu. 1996-cı ildə şöhrət ordeni ilə təltif edilir. Məşqçi kimi fəaliyyəti uzun sürmür. Neftçidə ikinci məşqçi, avtomobilçi Mingəçevir və Kəpəzdə baş məşqçi olub. Həyatının ölümcül zərbəsini də elə baş məşqçi işləyərkən alır. 1987-ci ildə Burkina Fasonun Gənclər yığmasının baş məşqçi təyin olunur. Ora gedişindən bir müddət sonra o vaxt Afrika ölkələrinin bir çoxu üçün xarakterik olan dövlət çevrilişlərindən biri də Burkina Fasoda baş verir. Dövlət başçısı Thomas Sankara və onlarla şəxs insanpərvər Banişevskinin gözü önündə öldürülür, qan su yerinə axır. Bu hadisədən dərin sarsıntı keçirən Banişevski ağır şəkər xəstəliyinə tutulur. Zavallı sonralar acı zarafatla deyirdi: Afrikaya pul ardınca getmişdim, amma şəkərlə qayıtdım. Şəkər onu günü-gündən əridir. Cəmi 50 yaşı vardı, lakin 70 yaşlı qocanı xatırladırdı. Uşaqlıqdan iynədən qorxan Banişevski artıq hər gününü iynə vurdurmaqla keçirirdi. Что я уже привык к этой болезни. 4-5 раз в день уколы делаю.
А я укол всю жизнь боялся. Всю жизнь боялся укола. А сейчас я с утра просыпаюсь, уколы. Днем уколы, вечером уколы. Ну что делать? Болеть есть болеть. Никуда не денешься от этой. Xəstə, əsəbi, şıltaq insana baxmaq hər insanın işi deyil axı. Həyatın özü kimi həyat yoldaşı da ondan üz çevirir. Unutulan kadın budur. Unudulmayan qadın budur. Babək filmindəki bu səhnəni cüzi fərqlə Banişevski öz həyatında yaşayır. 1996-cı ildə 30 illik həyat yoldaşı Inna Banişevskadan rəsmən boşanır və unudulmayan qadının, uzun illər pərəstişkarı olmuş, ömrünün son aylarında onun bütün qayğısını, nazını çəkən Səidə Sultanova ilə evlənir. Banişevski bu məsələdə də vicdanlı davranır. Ağır yataq xəstəsi olsa da Səidə xanımla nigah evinə yollanır və deyir: "Mən tezliklə öləcəm. Qoy məndən sonra hamı səni mənim sevgilim kimi deyil, xanımım kimi tanısın." 1996-cı ildə Azərbaycanın şöhrət ordeninə layiq görülür, amma orden hazır olmadığından arzuladığı fəxri mükafatı görmür. Ölümündən sonra qızına verilir. 1997-ci il dekabrın 9-u komanda yoldaşı Yaşar Babayev xatırlayır. Dekabrın 8-i gecəsi idi. Allaha yalvarırdım ki, ilahi, onsuz da gedir. Macal ver bir neçə saat artıq yaşasın. Ayın 9-una çatsın. Həmişə 9 nömrə olmuşdu axı. Allahdan arzulayırdım ki, heç olmazsa ölümü də ayın 9-una düşsün. Dekabrın 9-unda səhər çağı ürəyə dayandı. Əlində keçindi tolik və taleyin gərdişinə bax. 9 dekabr həm də Banişevski ilə İnna xanımın toy gününün tarixidir. İzdihamlı dəfn mərasimində tabutu qucaqlayıb ağlayan qadının üzrxahlığı ora toplaşanların hamısını titrətdi. Bağışla məni tolik. O qadın İnna Banişevskaya idi. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.